Bismillahirrahmanirrahim. Xoş gördük hər birinizi. Qəlb söhbətləri adlı əxlaqi bəhslərimizə Allahın izni ilə davam edirik. Keçən dəfəki mövzumuz yenə də nəfsimizin paklaşması və ilahi seyirdə müvəffəqiyyət əldə etmək və bu yolda insanın özünü tanıması mövzusuna diqqət elədik və o mövzuda danışdıq. Və biz dedik ki, burada bir neçə dənə müqəddimə biz başlayacağıq və bu müqəddimələr əsasında söhbətimizi quracağıq. Birinci müqəddiməmiz insanın özünü tanıması ilə bağlı idi. İkinci bir bəhsimiz də, müqəddiməmiz də bu olacaq ki, insan anlamalıdır və dərk eləməlidir ki, rəzilət olan işlər, rəzilət sifətlər insanı məhv eləyəcəkdir. Və insanı elə bir qəfəsə salacaqdır ki, insan bir ömür onun içərisində çobalayacaq, lakin heç bir nəticə də hasil olmayacaqdır. Eyni ilə qəfəsə salınmış bir quşun uçmaq bacarığı olsa da, o qəfəsin içərisindədir. Bu bacarıqdan istifadə eləyə bilməyəcək. Elə bir ömürdə əgər o qəfəsdən çıxa bilməsə, elə orada qalacaq və nəticə hasil olmayacaqdır. İnsan da beləcəkdir. Əgər rəzilətlər aradan getməsə, insan o rəzilətlər hesabına qəfəsə salınacaq və giriftar olacaqdır. Söz yox ki, insanın, keçən dəfə də biz ona işarə elədik, bacarığı var, potensialı var, Allah onu uca bir varlıq kimi yaradıb və o potensial olmasına baxmayaraq, günah o insanı qəfəsə salacaqdır və o insan ucala bilməyəcəkdir. Və mühüm məsələ buydu ki, insan özü ilə məşğul olmalıdır. Özünü tərbiyə eləməlidir və bütün fikri Allaha yönəlməlidir. Bu zaman insan müvəffəqiyyət əldə edə bilər. Əgər insan tövbə eləməsə, insan o ki, qəlbində olan xəstəliklər ki var, həsəd olsun, təkəbbür olsun, özünü bəyənmə olsun və yaxud da hər hansı bir günahın təsirləri olsun, əgər tövbə olmasa, insanın o qəlbinin ağ lövhəsi bu işlər davam elədiyi üçün qarala-qarala gedəcəkdir və insan qəlbi qəsavət bağlayacaqdır. Nəticədə də ömür tükənəcək, ömür bitəcək, lakin bu ömür elə puç olaraq da gedəcəkdir. Biz yaxşı da olsa, pis də olsa, çətinliklərlə də olsa, rifah içərisində də olsa bir ömür yaşayacaq, mütləqdir bu. Lakin bu yaşadığımız ömrün içərisində bizim nə dərəcədə, necə daha doğrusu yaşamağımız mühümdür. Bu hadisələr müqabilində, bu çətinliklər müqabilində və yaxud da bu rifahın içərisində necə bir həyat yaşadıq. Və bu yaşantımız bizi ilahi dərgaha ucalda bildimi, ucalda bilmədimi? Bu çox mühümdür. Və bunu bilmək lazımdır ki, əgər tövbə olmasa, günahdan peşmançılıq olmasa, bu günahlar, bu rəzilət sifətlər insanı uçurumun kənarına aparıb və oradan da aşağıya tərəf sürükləyəcəkdir. Çünki bu işlər insanı Allahdan uzaqlaşdıracaqdır. Əgər günah davamlı olarsa, Allaha dönüş də olmayacaq. Çünki göz kör olacaq, görməyəcək həqiqəti. Təkcə də feili formada hər hansı bir günahı əmələ gətirməklə və yaxud da hər hansı bir yaxşı işi feili formada icra eləməklə də bu işlər hasil olmur. İnsanın qəlbi də düzəlməlidir, insanın niyyəti də düzəlməlidir.
Adam var ki, ola bilsin alim olsun. İnsan var ki, ola bilsin neçə illərin ibadət əhli olsun. Lakin əgər qəlbdə bir xəstəlik qalıb və o qəlb müalicə olunmayıbsa, o zaman bir də görəcəksən ki, hər hansı bir yerdəsə o öz işini görəcək. Lakin bir harmoniya olmalıdır. Niyyətlə əməl harmoniyası deyək buna. Niyyət də saf olmalıdır, əməl də saf olmalıdır. Bəzən o məşhur bir söz eşidərik biz, deyərlər ki, niyyətin yaxşı olsun, qəlbin təmiz olsun. Amma başqa-başqa işlərdə görürlər belə adamlar. Fəsad işlərdə görürlər. Özünə, insana yaraşmayan rəzilətlərlə dolu əməllər də icra edirlər. Söhbət bundan getmir. Söhbət ondan gedir ki, insan niyyət və qəlbi pak olur, həmçinin də əməlləri də yerində olur. Həmçinin də əməllər yerindədir görürsən, hər şey əladır, amma qəlbin içərisində bir xəstəlik var. Bu da fayda verməyəcək. Onun üçün də bunlar bahəm olmalıdır. Tarixdə nə qədər insanlar olublar ki, onlar uca bir mərtəbədən aşağıya tərəf eniblər. Ki, biz Hz. Musa zamanında yaşamış Bələm Bauranın hadisəsini çox eşitmişik. Bir adam ki, ismi əzəmi belə əlin qaldırıb dua etdiyi zaman duası qəbul ola, lakin görürsən ki, bir yerdə onları əlində saxlaya bilmədi və Hz. Musaya qarşı çıxdı. Ola bilsin ki, bu adamların hər hansısa bir qəlbi problemləri var idi və bunlar o qəlbdə, niyyətdə olan problemlərini həll edə bilməmişdilər. Bəzən də ola bilər ki, bir anlığa bu insanlar özlərini bir şey hesab elədilər. Özlərini uca tutdular və həmən vaxtda da aşağıya tərəf endilər. Və beləncə hadisələrdə insanın müvəffəqiyyətini əlindən alacaq. Çünki insan bir həddə gəlib bəzən çatır ki, görürsən özünü mərkəzdə hiss edir və elə bilir ki, elə bundan üstünü yoxdur. Şeytan da olduğu xüsusiyyətdir bu. Şeytan da elə fikirləşirdi. Dedi ki, mən ən üstünəm və Allahın əmrinə qarşı çıxdı. Əmrə itaətsizliyə gətirib çıxartdı. Və bir adam itaətsiz oldusa, bir məxluq itaətsiz oldusa, onun nədir? Məkanı, onun yeri, onun belə deyək, aqibətinin nə olacağını bizə açıq-aşkar din təqdim edir. Ona görə də bunlar, bu xəstəliklər, xüsusən qəlbi xəstəliklər insanın ucalmasına mane olur. Belə bir sözlə deyəsi olsaq, insanın çalışqanlığını əlindən alır. İnsan deyir ki, bəsimdir. Da mən görküməm, mən hara gəlib çıxmışam. Lakin böyüklərin sözü ilə deyəsi olsaq, buyururlar ki, ilahi seyirdə bəsimdir demək olmaz. Zərrə qədər qəflət, zərrə qədər etinasızlıq, zərrə qədər bir həddə çatmışam düşüncəsi insana gəldiyi zaman, o zaman işin bitdiyidir. Elə şeytan da bunu istəyirdi ki, sən özü bir şey hesab edəsən. Onun üçün də bu mərhələləri keçdiyimiz zaman, ilahi seyirdə ucaldığımız zaman hər zaman bunun yanında Allahın köməyini özümüzün yanında hiss edib və ondan kömək istəməliyik. Ki, Allah, bu halda məni qoru. Bir göz qırpımı belə olsa, məni öz ixtiyarıma buraxma. O insanlar ki, mələkut aləmində gəzir, onlar ki, o ilahi dərgaha ucalırlar, o adamların bu dünyanın dərdi ilə elə də işləri yoxdur. Çünki bu adamların qəlbi narahat deyil. Lakin bəzi insanların, elə mənim kimi insanların problemimiz bundan ibarətdir ki, biz heç özümüzə baxmırıq. Cəmaatla o qədər məşğul olmuşuq ki, cəmaatın eyibləri ilə o qədər başımız qarışıb ki, özümüzü unutmuşuq, özümüz yazımızdan çıxmışıq. Kaş biz özümüzlə məşğul ola bilək. Kaş özümüzün eyiblərini görə bilək və xəlvətə çəkilib özümüzlə üzləşə bilək.
Əgər bu olsa, müvəffəqiyyət əldə edə biləcəyik. Özümün hansı dərəcədə olduğumu bildiyim halda özümdən qaçıram. Problem budur. Lakin özümüzlə üzləşə bilsək, görərik ki, bizim nə qədər eyblərimiz var, nə qədər bizim düzəltməli olduğumuz işlər var, nə qədər bizim qəlbimizin xəstəlikləri var, bunları gərək düzəldək, bunları gərək paklayaq. Allah Ən'am surəsinin 82-ci ayəsində buyurur ki, "Əllezîne âmenû və lem yelbisû îmânahum bizulmin ulaike lehumul emnu və hum muhtedun." Buyurulur ki, ayədə iman gətirib imanlarını zülmə qarışdırmayanlar əmin amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır. Yəni belə insanlar günahla özlərinə zülm eləməyiblər və qəlbləri daim Allahla məşğuldur. Bu insanlar daim hər addımlarında nəzarəti hiss ediblər öz üzərində ki, nəzarətdədirlər. Allahın nəzarəti var bunların üzərində. Alimlərdən biri barəsində qədimdə, çox bundan qabaq, belə deyək də, illər öncə bir yerdə oxuyurdum bir alim barəsində. O alim barəsində yazırdılar ki, bu alim ağlayırdı, ömrünün sonuna qədər ağlayırdı, göz yaşı tökürdü. Tələbələr də ona deyirdi ki, nə üçün belə ağlayırsan, göz yaşı tökürsən? Deyirdi, mən cavanlığımda bir günah eləmişdim, ona görə ağlayıram, peşmanam o günahıma görə. Deyirdilər, bəs Allah tövbələri qəbul eləyəndir, bağışlayandır və sən də bu qədər tövbə eləyibsən, göz yaşı tökürsən, mütləq Allah səni bağışlayıb. O deyirdi ki, mütləq bilirəm, mənim duam da qəbul olub, Allah da məni bağışlayıb, bunlar öz yerində. Amma bir şeyi özümə bağışlaya bilmirəm. O da budur ki, Allah, hətta hədislərdə də var ki, qiyamət günündə bəzən o elədiyin günahı sənin özünün də yadından çıxartlar. Deyir, bunu da bilirəm. Lakin bir şeyi özümə bağışlaya bilmirəm ki, mən o günahı eləyəndə Allah məni görüb. Bəs Allahın yadından kim çıxaracaq bu günahı? Bu dərəcəyə insan yüksəlir və insan özü ilə məşğul olur və Allahdan bağışlanmağını istəyir. Bu halda ucala bilir. Ki, biz Əhl-i Beyt əleyhissalamda, xanım Fatımətüz Zəhrada bu xüsusiyyətləri görürük ki, onlar özləri ali dərəcəyə malik olmalarına baxmayaraq, hər addımlarında Allahın rızayətin gözləyiblər, qiyamətin səhnəsin, cəzanı hər daim hiss ediblər və o günün vəhşətini bizə xatırladıblar ki, İnsan surəsində məşhur o ayətlərdə 3 gün öz iftarlarını Allah yolunda qapılarına gələnə verirlər. Miskinən və yetimən və əsira. Təsəvvür edin, 3 gün iftarlarını qapılarına gələn bu insanlara verirlər. Və bunu başa salır, bizə anladır ki, insan hər bir dərəcədə olursa olsun, daim Allahla olan o münasibətində nəzarəti hiss eləməlidir və axirət aləmi içində iş görməlidir. Onun üçün də biz Allahdan istəyirik ki, biz də başa düşək ki, həqiqətən də rəzilət xüsusiyyətlər, rəzilət sifətlər, pis əməllər, günah insanı məhvə aparıb çıxardacaqdır. Lakin fəzilətli yaşayış, fəzilətli əməllər, yaxşı işlər insanı ucaldacaqdır. Və insan etdiyi bütün işlərində özünü gərək uca bilməsin, böyük bilməsin. Daim daha çoxunu eləməyə çalışsın. Daim bu işdə müvəffəqiyyət istəsin Allahdan. Və biz də bu işimizdə Allahdan müvəffəqiyyət istəyirik. Əllamə Təvətəbainin yaxınlarından biri gəldi Əllamənin yanına, dedi ki, mən yuxumda gördüm, atanı gördüm yuxumda. Dedi ki, Məhəmməd Hüseynə deyərsən ki, o kitab yazıb, Təfsir-ü Mizan yazıb, onun savabından nə üçün mənə hədiyyə eləmir? Burada Ayətullah Təvətəbinin gözəl bir cavabı var. Deyir, mən bu işdə belə böyük bir
savab görmürəm ki, elə onun da savabını kiməsə hədiyyə edeyim. Əgər varsa, əlbəttə hədiyyə olsun. Necə ki, həyat yoldaşının barəsində deyirdi ki, mən hər gecə dərsimlə məşğul olurdum, bu kitabı yazırdım, gecəni bəzən səhərə qədər, sübh vaxtına qədər, nə vaxt əlimə atdım ki, suyumu içəm, gördüm ki, hər daim nədir? O suyum istidir və yaxud o çayım istidir. Və əgər bu kitabda bir savab varsa, onu bu adama hədiyyə edirəm ki, orada həyat yoldaşı nəzərdə tutur. Yəni, bu insanlar belə idilər. Belə idilər, bu təvazökar insanların xüsusiyyətidir. Bu boyda əsər yazıb, deyir ki, mən bunda bir şey görmürəm. Allahın bir lütfüdür ki, Allah mənə nəsib edib ki, mən bu işi görəm. Bu xislət qəlbini müalicə edən insanın xislətidir, xüsusiyyətidir. Ki, o insandır ki, bu insan rəzilətdən qurtulub, fəzilət əldə edib. Allah bu yolda bizlərə müvəffəqiyyət nəsib eləsin. Əssəlamu aleykum və rəhmətullahi və bərəkətuh.